Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gündəmin növbəti buraxılışında xoş gördük hər birinizi. Cənubi Qafqazda kommunikasiya və tranzit xəritəsinin sürətlə dəyişdiyi bir vaxtda elə bu şaxələnmənin üzərinə bir yenilik də gətirə biləcək proses hal-hazırda gündəmdədir. Bununla bağlı artıq razılaşma da mövcuddur. Başlıqdan da gördüyünüz kimi söhbət Azərbaycanın Ermənistana neft nəqli ilə bağlı məsələdir və təbiidir ki, Gürcüstanın Azərbaycanın neft məhsullarını Ermənistana ilk dəfə pulsuz tranzitə buraxması region siyasətində diqqət çəkən yeni bir dinamikanı da ortaya qoyur ki, tam olaraq söhbət nədən ibarətdir və məsələnin təhlili ilə qonağımız siyasi ekspert Müşfiq Abdullahdan eşidək. Müşfiq bəy, xoş gördük sizi. Xoş gördük. Müşfiq bəy, məsələ, proses hal-hazırda hansı yöndədir? Azərbaycanın Ermənistana neft satışı məsələsi, bununla bağlı razılaşmanı labüd edəcək perspektivlər nədən ibarət edir və bu tərəflərə nə qazandıra bilər? Bu hadisə doğrudan da çoxları üçün gözlənilməz oldu. Çünki Azərbaycanla Ermənistan arasında münaqişə başlayandan sonra ilk dəfədir ki, iki ölkə arasında birbaşa ticarət əlaqələri, ticarət əməliyyatı həyata keçirilir. Bu baxımdan da Azərbaycanın Ermənistana neft məhsulları tədarik etməsi bir qədər həqiqətən də gözlənilməz bir proses idi. Əslində bu məsələdə müəyyən qədər tələskənliyə yol verildiyini düşünənlər də var. Çünki bilirsiniz, Azərbaycan üzərindən Ermənistana Qazaxıstan taxılının tranzitindən sonra və Azərbaycanın Ermənistana tranzit qadağalarını aradan qaldırmasından sonra bu cür əməliyyatların həyata keçirilməsi əslində gözlənilən idi. Amma biz daha çox burada üçüncü ölkələrin, başqa dövlətlərin hələlik daha çox Azərbaycan üzərindən Ermənistana məhsullarını ötürəcəyini daha çox bunu proqnozlaşdırırdıq. Amma indi biz başqa bir mənzərənin şahidi oluruq. Azərbaycan və Ermənistan arasında Qəbələdə keçirilən görüşdə Azərbaycan Ermənistan hökumətlərarası nümayəndə heyətinin görüşündə belə bir razılaşma əldə olunduğu bildirilir və həmin razılaşmaya uyğun olaraq Ermənistan artıq yaxın vaxtlarda Azərbaycandan neft məhsullarının ixalına başlayacaq. Məsələ burasındadır ki, bunun həm Azərbaycan üçün, həm Ermənistan üçün müsbət və mənfi tərəflərinin olduğunu biz görə bilərik. İlk növbədə ona görə ki, müsbət tərəfləri ondan ibarətdir ki, iki ölkə arasında avqustun 8-də sülh sazişinin paraflanmasından və ardınca da Ermənistana neft tranzit qadağalarının götürülməsindən sonra bu cür əməliyyatların keçirilməsi gözlənilən idi və bu sülhü yaxınlaşdıra biləcək bir addımdır. Hələ 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan Ermənistana dərhal təkliflər verdi. Yəni sülh sazişi imzalamaq, iqtisadi, siyasi, diplomatik müstəvilərdə, bütün sahələrdə əməkdaşlığı bərpa etmək, kommunikasiyaları açmaq. Lakin son 5 ildə Ermənistan bir qayda olaraq manipulativ addımlar atmaqla, müxtəlif bəhanələr gətirməklə bu razılaşmalardan yayınıb, heç bir nə kommunikasiyaları açıb, nə ticarət əlaqələri qurulub, nə siyasi əlaqələr qurulub, nə sərhədlərin delimitasiyası istiqamətində bir mühüm irəliləyişi bir şahid oluruq. Bax, bu baxımdan da Ermənistanın mövqeyi ona gətirib çıxarıb ki, Azərbaycanla Ermənistan arasında bu müxtəlif sahələr üzrə bloklaşma hələ də davam edir. Yəni, sahələrin blokadada qalması davam edir. Amma biz bunun müsbət tərəflərini də biz qeyd etməliyik. Yəni, hesab edirlər ki, Ermənistanın indiki şəraitdə Azərbaycandan neft məhsulları ixal etməsi, bu onun Rusiyanın asılılığından azalmasına hesablanır. Fikir verin, Ermənistanın bu saat 2024-cü ilin statistikası göstərir ki, Ermənistanın neft məhsullarına olan tələbatının 61,2% Rusiyanın hesabına ödənilir. Yəni, daha konkret desək, 230 min ton benzin və 175 min ton
dizel yanacağı Rusiya Ermənistana satıb. Digər ölkələr, digər faizəni isə başqa ölkələr hesabına Ermənistan ödəyib. Bunlar daha çox İrandır, bildiyimiz kimi, Rumıniyadır, Malta, Türkiyənin hətta adı çəkilir. Yəni bu ölkələr hesabına Ermənistan özünün dizel yanacağı və benzinə olan tələbatını ödəyir. Ancaq indi görünür ki, Ermənistan daha çox Rusiyanın asıllığından yayınmağa çalışır və diversifikasiyaya nail olmaqla bu asıllıqdan xilas olmağa çalışır və 30 ildən artıq, hətta 35 ilə yaxın davam edən Rusiyanın forpostuna çevirən Ermənistanı, yəni əsas sahələrdən biri də enerji sahəsi olur. Deməli, Ermənistan iqtisadiyyatını Rusiyanın asılılığına salan əsas sahələrdən biri energetika idi və bu enerji sahəsindən xilas olmaq üçün, Rusiyanın asıllığına çatmaq üçün Ermənistan Azərbaycanla müəyyən anlaşma əldə edə bilir. Və bu da qarşıdan gələn parlament seçkilərində, 2026-cı il iyun ayında keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın mövqeyini gücləndirir. Və nəticədə indiki hakimiyyətin, indiki siyasi komandanın, Paşinyan komandasının hakimiyyətdə qalması və qalib gəlməsi sülh prosesini gücləndirə bilər və prosesi daha da asanlaşdıra bilər ki, bu da bizim xeyrimizədir. Bax, məsələnin müsbət tərəfi budur. Amma bunun mənfi tərəflərini biz qeyd etməliyik. İlk növbədə gəlin nəzər salaq. Azərbaycanla Ermənistan arasında neft məhsullarının, yəni neft strateji məhsuldur, bilirsiniz ki, neft məhsullarının algı-satqısına dair hər hansı siyasi, hüquqi bir, belə deyək, əsas yoxdur, bir baza yoxdur. Fikir verin, Ermənistanla Azərbaycan arasında ticari, iqtisadi əlaqələrə dair müqavilə yox. Sonra diplomatik əlaqələr yox. Energetika sahəsində əməkdaşlığa dair müqavilə yox. Ermənistan arasında sülh müqaviləsi yox. Sadəcə bir atəşkəs var. Yəni Ermənistanla Azərbaycan arasında 2020-ci il 10 noyabr bəyanatı ilə müəyyən edilmiş bir atəşkəs var və bu hazırda davam edir. Yəni bu istənilən an pozula bilər. Gələn Ermənistandakı keçirilən seçkilərdə revanşist müxalifət qalib gəlsə, onlar heç bir zəmanət yoxdur ki, Azərbaycanın verdiyi həmin deməli yanacağı Ermənistan tanklarına, zirehli texnikasına doldurub üstümüzə gəlməyəcəklər. Bax, bu baxımdan bunun mənfi tərəfləri